Yay tətili zamanı bəzi məktəblilər, yeniyetmələr həm təcrübə qazanmaq, həm də ilk gəlirlərini əldə etmək üçün işləmək istəyirlər. Bəs qanunvericiliyə görə uşaqlar neçə yaşdan əmək fəaliyyətinə cəlb oluna bilər və onlar hansı sahələrdə işləyə bilərlər? Uşaq hüquqlarının qorunması cəmiyyətdə ən həssas mövzulardan biridir. Onların əmək hüquqları qanunla, xüsusi qaydalarla tənzimlənir. Bəs hansı yaşdan etibarən işləməyə icazə verilir? Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə bağlanıla bilir. Yəni, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayan şəxslər ümumi qayda olaraq 15 yaşdan əmək fəaliyyətinə cəlb oluna bilərlər. 15 yaşdan 18 yaşına dək olan işçilər əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya qanuni nümayəndələrindən birinin yazılı razılığı alınmalıdır. Uşaqların işləməsi ilə bağlı əsas prinsip onların sağlamlığının, təhlükəsizliyinin və təhsil hüquqlarının qorunmasıdır. Məhz buna görə də qanun bu sahədə xüsusi qaydalar müəyyən edir. Uşaqlar onların mənəviyyatına və sağlamlığına zidd olan hər hansı bir fəaliyyətə cəlb olunması qadağandır. Təbii ki, bu halda müraciətlər olduğu təqdirdə bunun araşdırılması gedir. Ola bilər ki, biz gündəlik müşahidələrimizdə bunu görə bilərik, yaxud da ola bilər vətəndaş müraciəti olar, yaxud da qurumlar tərəfindən daxil olan müraciətlər, hər bir halda bütün məlumatlar araşdırılır. Təbii ki, araşdırma gedişatına uyğun olaraq da vəziyyət qiymətləndirilir və uşağın gələcəkdə həyatının belə deyək, təhlükəsiz və sağlam şəraitdə qurulması üçün addımlar atılır. Bundan başqa işə götürənlər də azyaşlılarla müqavilələrə diqqət etməlidirlər. Əks təqdirdə onlar məsuliyyətə cəlb oluna bilərlər. İşə götürən əgər yetkinlik yaşına çatmayan şəxsin 15 yaşı tamam olmazsa, ondan əmək müqaviləsi bağlayarsa və yaxud əmək müqaviləsi bağlamadan onu işə cəlb edərsə, onu gecə növbəsinə və yaxud əlavə işlərə cəlb edərsə, bu zaman işə götürən cərimələr tətbiq edilə bilər ona İnzibati Xətalar Məcəlləsinə əsasən və yaxud daha ağırlaşdıqca artıq cinayət tərkibi də yarada bilər. Bu kimi hallarda artıq yetkinlik yaşına çatmayan uşağın, yəni əmək müqaviləsi bağlanmış şəxsin, işçinin kəskin şəkildə hüquqları pozulmuş olmalıdır. Yəni, qanun 15 yaşdan işləməyə icazə verir. Amma yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün onların əməyinə xüsusi məhdudiyyətlər qoyur. Röya Salmanova, Zaur Haşimov, Telesəhər.